Aziz dostlar, qardaşlar, bu günləri Məlaqalı qəbirstanlığından Xaçınçay TV kanalına çəkilişlər göndərəcəyik. Bugün 25-ci il tarixdə yenidən kənd qəbirstanlığımızda təmizləmə işləri ilə məşğuluq. Qəbirstanın bir hissəsi təmizlənir, isə ikinci hissəsi təmizləyirik. İndi sizlərə göstərəcəm işçilər işləyir. Allahın köməkliyi ilə tam təmizlənib qutarandan sonra Xaçınçay TV'nin köməkliyi sizlərə yayınlayacaq. Buyur, baxa bilərsiniz. Bu işlər təmizlənibdir. Hal-hazırda da işçilərimiz işləyir. Allah köməklərində dursunlar. Bugünlük hələlik bu qədər. Yerinə sizlərə yenə məlumatlar ötürəcəyik.